Kolposkopiya müayinəsi nədir? Bu haqda məlumat vermək istəyirəm. Kolposkopiya müayinəsi belə bir aparat vasitəsilə, kolposkop aparatı vasitəsilə uşaqlıq boyunun müayinəsidir. Bu müayinə vasitəsilə biz uşaqlıq boyunda patoloji durumları təyin edirik. Xüsusi məhlullardan, boyacı məhlullardan istifadə edirik. Hansı ki, bu məhlulların istifadəsi tamamilə zərərsizdir. Həmçinin kolposkopiya müayinəsi tamamilə ağrısız bir müayinədir. Bu müayinə zamanı biz kənardan baxırıq, kolposkop aparatı xəstə ilə təmas etmir və uşaqlıq boyunun güzgülərlə ilk öncə müayinəsini aparırıq, daha sonra kənardan kolposkop aparatı vasitəsilə böyüdərək baxırıq. Həmçinin bu zaman xüsusi məhlullardan istifadə edirik. Belə ki, uşaqlıq boyunda əgər patoloji zədə sahəsi varsa, HPV virusu buranı zədələyibsə, o zaman həmin zədələnmiş sahələrin rəhlənməsi normal toxumalara nisbətən fərqli olacaqdır və buna əsasən də biz uşaqlıq boyunda hər hansı bir xərçəngili durum var, yoxmu? Bunu təyin edirik və əgər gərəkərsə həmin nahiyədən biopsiya götürürük, xüsusi toxuma parçası götürürük. Bu prosedurlar, hətta biopsiyanın götürülməsi belə tərəfimizdən tam ağrısız şəkildə həyata keçirilir və gəlmiş nəticəyə əsasən, biopsiyanın nəticəsinə əsasən müalicə taktikası seçirik, müalicələr aparırıq. Əziz xanımlar, kolposkopiya müayinəsi tamamilə ağrısız, sizin 15 dəqiqəlik vaxtınızı alan bir müayinədir. Lakin bu müayinə vasitəsilə uşaqlıq boyunu xərçənginin gələcəkdə olub-olmamasını təyin edərək vaxtında müalicə aparırıq.